Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz saydır. Sayla bağlı nələri bilsək, testləri daha rahat işləyərik deyirsinizsə, buyurun başlayaq. Əvvəl onu qeyd edim ki, say ismə aid olur. Yəni, əşyaya aid olub, əşyanın miqdar və sırasını bildirir. Məsələn, 5 qələm. Qələm isimdir, 5 onun miqdarını bildirir. 5-ci sıra, 5-ci parta. Parta isimdir, 5-ci onun sırasını bildirir. Say əgər əşyanın miqdar və sırasını bildirirsə, sayın mənaca növləri deyəndə miqdar sayları və sıra sayları olaraq böləcəyik. Sayın mənaca 2 növü var, miqdar, sıra. Miqdarın özünün neçə növü var deyirsinizsə, miqdar müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsr sayları olaraq 3 yerə bölünür. Müəyyən miqdar, qeyri-müəyyən miqdar və kəsr sayları. Müəyyən miqdar sayları, uşaqlar dedikdə, siz gözünüzdə böyütməyin, yalnız ədədləri fikirləşin. 5, 10, 15, 25, 55, 100, 200, 300 və s. Yəni, 200 deyirəm, ədədlə ifadə edirəm, 150 deyirəm, ədədlə ifadə edirəm. Deməli, bunlar necə saylardır? Müəyyən miqdar saylardır. Müəyyən miqdar saylarının 2 sualı var. Neçə, nə qədər? Neçə və nə qədər suallarından birinə cavab verir. Quruluşca sadə və mürəkkəb olur. 5, bir sözdən ibarət olduğu üçün sadə, 15, 25, 155, 2 və daha artıq sözdən ibarət olunca isə mürəkkəb olur. Müəyyən miqdar saylarından sonra tək isim gəlir. 5 qələm, 6 dəftər, 3 kitab. Amma həmişə belə olur deyə bilmərik, çünki istisnası var. İstisna nədir? Uşaqlar, yuvarlaq müəyyən miqdar saylarından sonra zaman məzmunlu cəm isimlər gələ bilər. Yuvarlaq müəyyən miqdar sayları 10, 100, 1000, milyon və s. bu sayılara aiddir. Məsələn, deyirəm 1000 illər bundan öncə skit və sak tayfaları bu ərazidə yaşayıblar. 1000 illər bundan öncə 1000 yuvarlaq müəyyən miqdar sayıdır. İllər isə zaman məzmunlu cəm isimdir. Müəyyən miqdar sayıları ilə ismin arasında numerativ sözlərdən istifadə olunur. 5 ədəd qələm, 3 ədəd dəftər, 6 dənə kitab. Baxıram, 5 müəyyən miqdar sayı qələm isimdir. Araya girən ədəd nədir? Numerativ sözdür. Müəyyən miqdar sayılar haqqında bu qədər. Keçək qeyri-müəyyən miqdar sayılarına. Müəyyən miqdar sayında 5 qələm deyəndə 5 dənə qələmi sayırdıq və bilirdik ki, doğrudan da 5 ədəd imiş. Amma qeyri-müəyyəndə deyirəm çox kitab. Biriniz deyirsiniz ki, müəllim 10 kitab, o birisi deyir 20, o birisi də fikirləşir ki, yox, 100 kitaba yəqin çox deyir. Yəni, burada bir dəqiqlik, müəyyənlik yoxdur. Ona görə adı qeyri-müəyyən miqdar sayıdır. Sualı nə qədərdir? Nə qədər sualına cavab verir? Quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə, az, xeyli, çox. Düzəltmə müəyyən miqdar sayılarını yaratmaq üçün 4 şəkilçimiz var. Onlarla, minlərlə, larla şəkilçisinin 2 cür yazılan versiyası. Çoxdan çoxlu, lu şəkilçisi, leksik şəkilçi vasitəsilə, az, acıq, acıq şəkilçisi vasitəsilə, minlərcə, onlarca, larca şəkilçisi. Larla, larca, lu və acıq. Bu 4 dənə şəkilçi düzəltmə, qeyri-müəyyən miqdar sayı yaradır. Mürəkkəb isə bir sıra, bir çox və s. Yəni 2 və daha artıq sözdən ibarət olur. Yaxşı, müəyyən miqdar sayılarından sonra deyirdik ki, əsasən necə isim gəlir, tək isim gəlir. Qeyri-müəyyən isə eləsi var ki, özündən sonra cəm isim tələb edir. Eləsi var tək isim, eləsi də var ki, deyir, mənim üçün fərqi yoxdur. Tək isim də gələ bilər, cəm isim də gələ bilər. Bunu əzbərləmək lazımdır, testlərdə çox lazım olur. Bir sıra, bir çox. Həmişə özündən sonra cəm isim tələb edir. Daima cəm isim tələb edir. Xeyli, az, bir qədər, bir az, 3, 4, 5, 6, bir də bir neçə sayılarından sonra yalnız tək isim gəlir. Bunu da qafiyəli olaraq yadda saxlayaq. Xeyli, az, bir qədər, bir az. Bir neçə, 5, 6, 7, 8, yəni tekstdə yazılan təqribi sayılardan sonra həmişə tək isim gəlir. Çox, çoxlu, onlarla, minlərcə. Sabahsı gün onlarla olmaz, yüzlərlə olar. Minlərcə olmaz, onlarca olar, fərq etmir. Larla, larca şəkilçili olanlar, bir də çox-çoxlu. Özündən sonra həm tək, həm də cəm isim tələb edə bilər. Yəni ikisi də mümkündür. İndi bir məsələyə diqqət yetirək. Təqribi və ya təxmini sayılar var ki, o 5, 6, 7, 8 tekstdə yazılan sayılar deyirəm. Onlar da qeyri-müəyyən miqdar sayılardır. Onlardan sonra, normalda qeyri-müəyyəndə bilirsiniz ki, numerativ söz işlənmir. Məsələn, çox ədəd kitab, çox ədəd qələm deyəmirəm. Amma təqribi təxmini sayılardan sonra numerativ söz işlənə bilər.
Məsələn, 5-6 ədəd qələm, 7-8 nəfər şagird. Bu zaman deyəsələr ki, bizə təqribi təxmini sayların adını çəkmədən qeyri-müəyyəndə əsla numerativ söz olmur, deyəcək yanlışdır. Çünki təqribi təxmini saylar da qeyri-müəyyən miqdar saylarına aiddir. Sonra uşaqlar, bəzən bir neçə sayda istisna olsa da numerativlə işlənə bilir. Məsələn, bir neçə ədəd qələm. Davam edək, kəsr sayları miqdar sayının sonuncu növüdür. Müəyyən, qeyri-müəyyən, bir də kəsr. Miqdar özü 3 yerə bölünür. Kəsr saylarının sualı nə qədər, neçə hissə? Yalnız mürəkkəb olur. Çünki kəsrin məxrəci var, kəsrin surəti var. Bunda ən azı 2 söz iştirak edir. 10-da 2, 5-də 3. Kəsrin məxrəc hissəsində də ismin hansı hal şəkilçisi olur? Yerlik hal şəkilçisi olur. Sayın mənaca miqdar və sıra sayı olduğunu dedik. Məna növlərindən olan miqdar sayının hər üç növünə baxdıq, indi keçirik sıra sayına. Sıra sayı çox rahatdır. Müəyyən miqdar sayının üzərinə ıncı və ya nıcı leksik şəkilçisini əlavə edirik. Samitlə bitənlərə ıncı, saitlə bitənlərə nıcı əlavə edirik. Və nəticədə nə yaranır uşaqlar? Sıra sayı yaranır. 5-dən 5-ci. Burada olsaydı 6-cı. Burada gördüyünüz kimi nıcı artırdıq, çünki 6 sayıyla bitmişdir. Amma mənə desələr ki, yalnız müəyyən miqdarı ıncı artırmaqla yaranır, yanlışdır. Çünki əvvəl, axır, son, filan. 4 dənə sözüm var ki, bunları öncə artırmaqla sıra sayı yaranır. Əvvəlinci sıra, axırıncı sıra, sonuncu sıra, filanıncı sıra. Gözəl insanlar, inşallah ki, bu dərs izahı hər biriniz üçün faydalı olar. Hamınıza uğurlar arzu edirəm.